Salam şeyx. Və aleykum salam və rəhmətullah və bərəkatuhu. Yəqin ki, ilk qonağımızsınız ki, mən sizlə söhbətə hər hansı bir təqdimatla başlamayacağam. Çünki biraz mənim və yaxud bizim kanalın izləyiciləri də təəccüblənəcək ki, nə məsələdir, nə baş verir, sələfi təriqətində nüfuzu olan, reputasiyası olan şeyxlərdən biri ilə üzbəüz əlləşib. Çünki məncə danışılacaq çox mövzu var. Amma ümumiyyətlə Şeyx Qamətin adı artıq bir mövzudur. Ona görə də məncə mövzunu təqdim eləməyə ehtiyac yoxdur. Amma bizim bir mövzumuzun girişi var. Giriş də nədir? Bugün dünyada, o cümlədən Azərbaycanda formalaşan bir ritorika, bir termin, radikal İslam. Və bu radikal İslam sözü də daha çox sələfi təriqətinə aid olan insanlara yapışdırılan bir damğadır. Bəli, son dövrlər biz xüsusilə Azərbaycanda Şiə təriqətindən olan bəzi radikalların da üzərinə gedildiyini görürük. Amma dünya mənzərəsində biraz saqqalı olan, əli bağlı namaz qılan, biraz balağında məsələn yuxarılıq olan bütün insanlara demək olar ki, aşağı-yuxarı dərhal eyni fikir formalaşır. Bu radikal İslamçıdır. Niyə bu var? Radikal İslam deyə bir şey varmı? İslamda ümumiyyətlə radikalizm mövcuddurmu? Elhamdülillah. Birinci təşəkkür edirəm ki, dəvətə görə. İkinci, İslamda radikallıq var, yoxsa yoxdur? Təbii ki, radikallıq yoxdur İslamda. İslam əksinə radikallığın əleyhinədir. Yəni biz fikir versək Qurana, biz fikir versək Peyğəmbərimizin səhih hədislərinə. Biz orada görürük ki, əksinə rəhimli olmağa, insanların həyatın, namusun, malın, hətta heyvanların haqların orada qorunur. Heyvanların haqları orada qorunur. Və təsəvvürlə insan barədə. Necə? Ona görə İslam radikallığın əslində əleyhinədir. Əksinə, İslam radikallıq təbliğ eləmir. Radikallıqla mübarizə aparır. Yəni, biz baxaraq, məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərinə fikir versək, deyib ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ki, müsəlmanlar bölünəcək və o bölünənlərin içində ən tənqid etdiyi bir firqə xavariclər firqəsidir. Yəni, xavaricləri nə üçün tənqid edib? Radikallıqlarına görə, münasibətə görə, insanlara münasibətlərinə görə. Və onlar barədə xeyli hədislər var, səhih, ki, baxmayaraq onun vaxtında yox idi. Peyğəmbərin vaxtında əslində xavariclər yox idi. Sadəcə axır vaxtlar Zülxüveysir biri gəlir, onu ittiham edir adillikdə və o vaxtı deyir, elə fikirlə insanlar gələcək. Və əslində İslam'a yəni, məsələlərinə fikir versək, əsas məsələlərinə, Quran və hədislərə, səhih hədislərə radikallıq orada tapa bilməzsiniz. Şeyx, burada bir sual verim sizə. Bəli. Təqribən 8 il, 7 il bundan qabaq idi. Mən gərək ki, Qaraçuxur məscidində bir dostla söhbətdə idim. Mən ona israrla deyirdim ki, İslam sülh dinidir. Bəli. O mənə belə bir cavab verdi. Qardaş, İslam döyüş dinidir. Sələfi əqidəsində İslam müharibə dinidir, yoxsa sülh dinidir? Əlbəttə, sələfi əqidəsi istinad eləyir Quran və səhih hədislərə. Və təbii ki, sələfiliyə görə İslam sülh dinidir. Bilirsiniz, o hərdən düzgün başa düşməyənlər İslamı, Allahın ayələrin, Peyğəmbərimizin səhih hədislərin başa düşməyənlər, onlar başqa cür biraz yanaşırlar məsələyə. Amma əslində, onlar nəyə məsələn istinad edirlər? O döyüşlərə. Məsələn, döyüşlər olub, məsələn. Amma biz fikir veririk, o döyüşlər ən birinci müdafiə xarakteri daşıyırdı. Müdafiə, yəni özünü qorumaq, ətrafı qorumaq İslamın ən birinci mərhələlərində. Çünki cihad özü də fərz olunmağı mərhələlərlə olub.
Məsələn, Məkkə dövründə ən birinci cihad barədə nazil olan ayədə Allah Taala buyurur ki, onlara tabe olma, onlarla cihad elə. Ayədə belədir. O ayə Məkkə ayəsidir. Və biz bilirik ki, Məkkədə cihad yox idi. Yəni cihad biz deyəndə birinci cihad kəlməsi özü düzgün başa düşülməyib. Yəni bəziləri başa düşüb ki, cihad ancaq döyüşməkdir. Amma səhv fikirdir. Nəfslə mübarizə aparmaq da yəni. Nəfslə insan özün haramlardan qorumaq özü cihaddır. Valideynə baxmaq özü cihaddır. Cihad heç də insan müharibə mənasını vermir İslamda. Yaxşı, o Məkkə ayəsi, Məkkədə nazil olunan cihad barədə ayə. Biz görürük ki, orada müharibə yox idi axı. Döyüş də yox idi. Cihad oradan nə qəsd olunur? Dəvət. İnsanları yaxşılığa çağırıb pislikdən çəkindirmək. Allah Taala onu cihad adlandırır. Və Şeyx peyğəmbər və sonra Rəşidi xəlifələr dövründə. Bəli. Axı həm də cihad hücum üçün qəbul edilmiş bir fətva idi. Bəli, cihadın mənalarından biri də döyüş mənasıdır. Yəni qoruma yox, hücum, Bəli. ələ keçirmə. O elə ki cihad Məkkədə nazil oldu, dəvətə cihad adlandırıldı. Sonra ikinci mərhələ o mərhələlərlə oldu. İkinci mərhələ sizlə döyüşənlərlə döyüşün. Və ya ikinci mərhələ özünüzü müdafiə edin də. Sizə hücum eləsələr, sonra sizlə döyüşənlərlə döyüşün, sonra icazə verildi. Lakin bu qayıdır nəyə? Bu qayıdır hakimə, dövlətə. İslam dövlətinin öz siyasəti var. O onlara qayıdır. Yəni elə deyil ki, bu saat indiki vəziyyətə fikir versək, məsələn, 5 nəfər yığışır, deyir ki, əmir seçək, əmir də fətva verir ki, gedək döyüşək, haransa patladaq. O səhv fikirlərdir hamısı. Səhv fikirlərdir. Hamısı İslam elminin zəifliyindəndir. Kafirləri öldürmək cihaddır. Bilirsiniz, yox. Kafirləri... Və sonda Tövbə surəsinin 5-ci ayəni necə təfsir edərsiniz? Yox, bilirsiniz, orada deyir ki, kimsinlə döyüşsə. Yəni, orada kafirlər İslamda 4 növdür. 4 növ. Birinci, zimmi. Zimmi kimdir? O kafirlər ki, yəni qeyri-müsəlmanlar. Müsəlman ölkəsində, müsəlmanların arasında yaşayır. Ona zimmi deyirlər. Kafirlər hamısı eyni deyil. İslam hamısına eyni baxmır. Hansı münasibət cəhətindən. Zimmi. İkinci, müstəmin. Müstəmin, o kafir ki, qeyri-müsəlman ki, məsələn, hansısa bir müsəlman çağırıb onu müsəlman ölkəsinə. Ona əmin-amanlıqdır. Heç kəs ona toxuna bilməz. Məsələn, başqa ölkələrdən gəlib bilən müsəlman ölkələr, məsələn, şirkətlər, səfirliklər və s. Bunlar hamısı daxildir. Bunlar müstəmindir. Onlara toxunmaq olmaz. Var üçüncü növ, muahid. Muahid, məsələn, müsəlman ölkəsi hansı qeyri-müsəlman ölkəsinə sülh bağlayıb. Onlara toxunmaq olmaz. Dördüncü növ, muharib. Dördüncü növ, döyüşən sənə. Döyüşən. O ayələr ki, deyir, öldür, o döyüşdədir. O səninlə döyüşənlərdir. Məntiqən 6-cı ayədə də deyir ki, aman diləyənlərə aman ver. Bəli. Və ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyib? Kim ki bu 4 növdən 3 növü ki var idi əvvəl, onları toxunsa, ona cənnətin iyi gəlməyəcək qiyamət günü. Hansı ki cənnətin iyi, bir rivayətdə gəlib ki, 40 illik yoldan cənnətin iyi gəlir. Elə uzaqlıqdan gəlir. Yəni elə adamlar, yəni 3 növ kafirə toxunsa, onlar cənnətin iyin duymayacaqlar. Ökü qaldı ki, cənnəti görsünlər. Şeyx, bax. Budur. Kafirlər budur İslamda. Siz belə bir şey dediniz. Dediniz ki, cihad o halda cihadın növlərini çox açıq bir şəkildə izah elədiniz, hökmlərin izah elədiniz. Təbii ki, təfsilat yenə var. Təbii, amma indi məndə məsələn sual yaranır. Bir coğrafiyada məzlum müsəlmanlar var. Zalim bir iqtidar, zalim bir hökumət onları qətl edir. Sivil etirazları boğur, uşaqları öldürür və bir üləma bununla bağlı cihad fətvası verir. O üləmanın cihad fətvası bütün dünyadakı müsəlmanlar üçün cihad fətvası sayıla bilirmi? Yox. O baxır bilirsiniz vəziyyətə, ümumiyyətlə hər bir zamanənin özünə uyğun münasib hökmü var.
Məsələn, biz indi İslam aləmindən danışanda, təbii ki, o vaxtki İslam aləmi deyil. O vaxt sərhəd yox idi, heç nə yox idi. Sonra bölünmə başlandı. İndi o vaxtki İslam aləmi 50 yerə, 50-dən çox yerə bölünüb. Və çox fərqlidir hər yanın qanunları. Ona görə də hər ölkədə biri cihad qəbul eləsə, bu bizə aid deyil. Bəli, bəli. Yəni, məsələn, adi Məkkəyə getmək üçün biz artıq viza alırsınız filan. Bəli, təşkil almalıyıq və s. və s. Ona görə bilirsiniz, o vaxtki bəzi cümlələrlə və ya tarixi hadisələrlə indikini müqayisə eləmək düzgün deyil. Bu çox maraqlıdır ki, məsələn, niyə sizcə, özüm mən ən çox məsələn açığı deyirəm də, bu son 15 illik prosesdə mənə təəccüblü gələn nə idi? Məsələn, Şiə əqidəsində təqlidçilik var. Yəni bir müştəhid var və müştəhid üləmaya təqlid eləmək məcburidir. Yəni bütün dini ayinlərinə, bütün fətvalarına əməl eləməlisən. Ayın çıxmağından namazın vaxtına qədər hamısını onun hökmünə uyğun eləməlisən. Amma bildiyim qədərilə sələfi əqidəsində təqlidçilik yoxdur. Var, amma məsələn köhnələr, yəni sizdə vəfat eləmiş alimə, məsələn İmam Əhmədə təqlid etmək olar. Amma məsələn təqlidin də məncə sərhəddi var da, yəni hər şeydə eləməyə bilərsiniz. Yəni burada azadlıq var da, düzdür ya yox? Bilirsiniz, əslində birinci təqlid sözünün mənası nədir? Aha. Təqlid sözü mənası yansılamaq. Yox. Bağlanmaq şəxsə və qeyri-şərtsiz nə deyib götürmək. Daha soruşmaq, dəlil nədir? Bəli, bəli. Nə üçün belə? Yəni sizdə yoxdur da o. Bizdə o yoxdur. Yəni biz məsələn götürün. Sizdə o yoxdursa, mən bu sualı niyə verdim? Sizdə o yoxdursa, nə üçün Suriyadakı cihada minlərlə, milyonlarla dünyada insanlar qoşuldu? Axı yoxdur təqlid. Yox, təqlid yoxdur. Lakin var, hətta Suriyaya gedəndə təqlidə görə getmirdilər. Sadəcə o ümumi ayələr ki var, səhv başa düşənlər. Ümumi ayələr və ya hədislər məsələn gətirirdilər. Cavanları alladırdılar. Cavanlar da və bilirsiniz, bu indi biz dini cəhətdən yanaşırıq da, dünyavi cəhətdən də var axı məsələlər təsir edən buna. Əlbəttə, siyasi fikir. Dünyada gedən bu vəziyyət, bu hadisələr, o da təsir eləyirdi. Məsələn, hansısa bir radikal gəlir məsələn, gətirib başlayır Fələstini misal gətirməyə. Onların təbliğatı nədir? Nəinki ayə, hədislər, kimlərinsə sözü alimlərin, məsələn. Onlar məsələn yayırlar ki, məsələn, oradakı uşaqları, öldürülmüş uşaqların şəkillərin, oradakı evləri, psixoloji təsir eləyirlər insana. Məsələn, deyirlər ki, sən müsəlmansan, sən görürsən bunları və sən qiyamət günü necə cavab verəcəksən? Ağır sualdır. Başlayır o cavanda xüsusən radikallığa meyilli olan və s. Başlayır, gəlin məsələn məndən soruşur, mən deyirəm ki, olmaz getmək, səbirli olmaq lazımdır. Təbii ki, onlar o proseslər hamısı birdən olmayıb, o yavaş-yavaş olub. Əslində o proseslərin həll olmağı müsəlmanların təqsir özlərindədir. O prosesləri gətirib çıxardıblar və s. Bunun həlli bu deyil. Sizin getməyiniz orada neysə dəyişməyəcək, əksinə vəziyyəti pisləşdirəcək və s. Təbii ki, o başa düşmür onu. O dərhal məni başqa cür fikirləşir ki, mən məsələn, belə də yayırdılar, mən cihadın əleyhinəyəm. Bəli. Mən cihadın əleyhinəyəm, gör ki, mən... Özü bunu deyənlər sələflər idi. Yəni, özən sələfi deyənlər. Yəni, bilirsiniz, hər sələfi deyən o demək deyil sələfidir. Biz ona gələcəyik. Mən əsas düşündürəm burada, bilirsiniz nədir? Bin Laden, Bağdadi, Molla Ömər, Zəvaxiri, siyahını uzatmaq olar. Bunların hansından soruşsaq, bu dəqiqə qabağımızda olsa, deyəcək mənim əqidəm sələfidir. Düzü, mən eşitməmişəm, onlar deyib, biz sələfiyik, eşitməmişəm. Onlar özləri istinad edirdilər öz qurumlarına, Əl-Qaidəyə. Onlar haqqında bütün raportlardır. Məsələn, Əl-Qaidə terror təşkilatı sələfi terror. Vahabi də deyirlər, amma mən bilirəm ki, sələfilər ümumiyyətlə vahabizm. Mənə elə gəlir ki, onlar barədə danışanlar onları sələfiliyə nisbət edirdilər, ya vahabiliyə. Sizcə Bin Laden sələfi deyil? Yox, Bin Laden sələfi deyil. Nə Eyman Zavahiri, nə Bağdadi, nə Əbu Qatadə, nə başqaları. Onlar sələfiliyi biz necə təyin eləyək? Az sağ olun. Çünki indi siz deyirsiniz deyil. Amma məsələn, bəlkə də Bağdadi dili ilə deməyib, amma məncə deyibdir. Deməyib.
eşitməmişik biz, amma Yox, Bağdadi yəni necə Bağdadi məncə deyib. Yox, ola bilər Bin Laden deməyib. Bağdadi 100% Samirada deyib. bilmirəm. Samirada məscidi var. Hə. Bağdadidə məscidi var. Yəni özünün məscidi deyil. Yəni özünün yaşadığı şəhər olub, orada imam olub və o məscid Sələfi cəmaatının getdiyi məsciddir. O da Sələfi cəmaatının imamı olub. Bilirsiniz, Sələfi İşğaldan cəmaatı orada olmaz. Yox, işğaldan qabaq. Hətta Hətta- onun haqqında mən danışmışam, bəzi adamlardan məlumat toplamışam. Mənə deyiblər ki, bilirsiniz, o belə adam deyildi. Belə adam deyildi. Ola Mötədil bilsin. adam idi. Ola bilsin. Ha, bax belə. Amma yəni bu adamın sələfi özünə sələfi deməyi ən azından faktdır. Yəni bu müzakirə Bilirsiniz, mövzusu. ola bilsin Sələfi olubsa, lakin o fikirləri ki düşdü, o fikirlərə, o addımları ki, Mən də- o Sələfi deyil. Bax onu necə müəyyənləşdirək? Kim Müəyyənləşdirici- sələfidir, kim deyil? O müəyyənləşdirici sələflərin usul kitabları var. Əsas qaydalar. Sələfi kimlərdir? Usul kitabları. İndi məsələn mən çox vaxt usul kitablarına üstünlük verirəm. Məsələn, tövsiyə edirəm ki, qardaşlar həmişə bizim Əbubəkr saytına da girsəz, məsələn, xüsusən də mənim dərslərim usulla aiddir. Usul nədir? Qaydalar. Bəli, usul elmi var. Usul elmi. Yox, var usul fiqh, o başqa. Bəli. Var ümumiyyətlə mənhəcin, ümumiyyətlə əhlüsünnənin usulu əqidədə, yanaşmada. Orada məsələn var İmam Əhmədin usulü sünnə, var Muzəninin şərh-ü sünnə, var Hümeydinin, var Bərbəhərinin, hal-hazırda mən oxuyuram o kitabı. Mən niyə üçün usul kitablarına üstünlük verirəm? Onunla orada göstərilir kimlərdir sələfi. Yəni hələ orada məsələn İmam Əhmədin Usul-u Sünnə kitabında orada onları qeyd edəndən sonra deyir ki, kim bunların birinə müxalif olsa, o artıq əhlüsünnət sayılmır. İndi sadəcə cəmaət bilmir. Məsələn siz bir yax necə efirdən qabaq danışdıq. Saqqal və sair deyirəm. Dərhal bu sələfidir və ya Yox, sələfi deyil, və ya vahabidir. Və ya terrorçudur. Bəli. Cürbəcür sözlər işlədirlər. Amma sizcə baxın, Bunlar savadsızlıqdan irəli gəlir. tamam, amma Bəli. burada bir problem yoxdur. Bax məsələn dünyada tanınan bir çox terror təşkilatları, İslam adı altında tanınan, radikal İslama nümunə göstərilən terror təşkilatları, hətta bura Əl-Nusra cəbhəsi də daxildir. Bunların əksəriyyəti, yenə deyirəm, bir daha deyirəm ki, özünə sələfi deyən qruplar. Bilirsiniz? Baxın, mən bunu ona görə deyirəm ki, gəlin bu məsələndə elə bir aydınlatma verək ki, niyə sələfiliyin adı ancaq terrorizmlə hallanır? Bilirsiniz necədir? Sələfilik sözün mənası nədir? Sələfiyin sözü mənası belə biraz loru dildə desək, əsl İslam. Əsl İslam. Yəni Quran, Peyğəmbərimiz, Özünə beyət eləmək. Quran, beyət yox, Quran, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm və sahabelər, onların yolu. Ona görə ola bilər aldadıcı adam gəlsin, hansısa bir terrorçu çıxsın, deyir ki, mən sələfiyəm. Allatsın ki, gör ki, mən əsas təmiz dinlə gedənəm. O cür cəlb eləmək üçün. Ola bilər istifadə olunursunuz kəlmə. Lakin indi kim ki, biyaq dedimi, kim deyir özünə, o demək elə olunandır. Biz necə təyin edirik onu? Üsul kitablarla, üsulla. O kitablar mövcuddur. Sadəcə indi bilməyənlər, məsələn, cavanların çoxsu necə aldadılar bu cür? Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyatın görüntülərinə baxdıq. Gördüm ki, 2000-2005 təvəllüdlü uşaqlar, onlar bir terror aksiyası törədiblər, törətməyə cəhd eləyiblər bir səfirliyin yanında. Çox güman ki, o səfirlik də İsrail səfirliyidir. Və baxıram onların söhbətlərinə, yazışmalarına, əxi deyir, bilirsən deyir, bu necə bir hissdir deyir. Əxi Subhanallah, inşallah kaş ki burada olardın, əxi deyir. Yəni bu uşaqların bu romantikası hardan qaynaqlanır? Videolardan, kinolardan, videolardan, onların öz Siz məsələn özünüzü bu məsələlərdə xahiş edirəm, sualımı səmimi qəbul edin. Günahkar bilirsiniz ki, yəni bəlkə o uşaqları siz tərbiyə eləməliydiniz, amma bacarmamısınız. Yox bilirsiniz, yox günahkar bilmirəm nə üçün. Günahkar bilmirəm. Burada bir nəfərə aid eləmək olmaz ki, təqsirlandırmaq. Bu proses ümumiyyətlə hamılıqla edilməlidir. Ən birincidə evdə. Ən birincidə evdən başlayır. Amma uşaqlar yəqin ki, evdəkilərin sözünə qulaq asmırlar. Birinci evdə. Çünki ola bilsin valideynlər də təqsirkardır bu işdə. Məsələn, adi bir misalda, ola bilsin valideynin elmi yoxdur,
elmi savadı, bu məsələləri bilmir. Lakin valideyn maraqlanmalıdır. Mənim məsələn uşağım kimlə oturur? Kimlə durur? Kimlə oturub durur? Mənim uşağım telefon alıb vermişəm ona. Hansı qruplardadır? Mənim uşağımla oturub danışım. Mənim uşağım görürəm ki, bu cəhətdən savadlıdır. Mən bu cəhəti öyrənim. Bax, bu qəşəng suallar verirsiniz. Mənim uşağım hansı qrupda? Baxıram ki, Nəyə ki uşağım? Baxıram ki, uşağım namaz qılanlarla bir yerdədir. Baxıram ki, məscidə gedir. Yox, təyin eləmək lazımdır ki, baxın. Əhl-i nədir maşallah. Baxın necədir? O Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, gəlib biri dedi ki, filan kəs yaxşıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, onunla səfərdə olmusan? Dedi, yox. Dedi, onunla çətinlikdə olmusan? Dedi, yox. Dedi, onunla pul söhbətin olub, ticarətin olub? Dedi, yox. Dedi, sən hələm adamı tanımırsan. Ona görə adamı təyin eləmək üçün ətraf da mühümdür. Ətrafla da tanımaq olar. O sələflərin bir sözü var, kim özün gizlətsə də ətrafın gizlədə bilməz. Məsələn, mən əgər təyin eləmək olar, necə? Kimə qulaq asır? Hansı qrupdadır? Namaz qılanların qrupunda. O namaz qılanlar orada əsas kimlərin dərsinə qulaq asır? Hansı məscidə gedir? Təxminən təyin eləmək olar. Təxminən. O məsciddə kimlərlə? Bu gün xavariclərin Bakıda məscidi var. Yoxdur. Yoxdur xavaricdən. Lakin xavariclər, bilirsiniz, biz xavariclərlə danışanda, xavariclər neçə növdür. Ümumiyyətlə, xavaric sözü nə demək? Xavaric, xaric sözündəndir də. Yəni, bu radikal İslamçıya dini... Əsasən. Radikal, məsələn, xaricilərin radikal İslamçı dediyi şeyə, İslam içərisində radikal olan kəsmə siz xavaric deyirsiniz. Bilirsiniz, onlar din əhlidir. Əsas xavariclərə nə deyilir, nə üçün deyilir? Onlar müsəlman hakimə qarşı çıxmaqlarına görə onlara xavaric deyilir. Kim ki, hakimə qarşı, müsəlman hakimə qarşı, istəyir adil olsun, istəyir zalım. Kim ki, onu görür, hətta eləməsə belə o hərəkəti, sadəcə fikrində varsa, meyillidirsə o fikrə, artıq xavaric demək olar onu. Mən sizə deyim ki, o radikal qüvvələr, hətta xavaricdən özləri Hüseyni dəlil gətirirlər. Hüseyni hakimə qarşı çıxmağa dəlil gətirirlər. Xavariclər həmişə hakimə qarşı çıxır. Xavariclərin fikirləri bəli əsas odur. Hələ ona görə də xavaric deyilib. Suriyadakı cihadçılar onda əksəriyyət xavaric idi. Əlbəttə. Mən sizə deyim ki, bilirsiniz, bu xuruc fikri İslam firqələri, hətta mövcud olan firqələrin içində çoxsunda var. Bəli. Demək olar ki, sələflərdən başqa. Çünki siz daha çox İmam Əhmədin İmam Əhməd çünki qəti şəkildə qadağan idi. Yox. Biz İmam Əhmədə bağlı deyilik. O səhv fikirdir. Mən demirəm bağlısınız, amma əsas qəbul elədiyiniz kitablardan İmam Əhməddir. İmam Əhməd. Xeyr. Vahabın kitabını qəbul edirsiniz, Muhammed. Məhəmmədin kitabını qəbul edirik. Necə ki İmam Əhmədin, necə ki başqalarının. Maraqlıdır ki, o hakimə qarşı çıxmışdı. Hakimə qarşı çıxmamışdı o. Osmanlı hakim deyildi. Çıxmamışdı o. Osmanlı hakim deyildi. Hakim idi, lakin o tarixçi kimi Osmanlı mənbələrində onun haqqında rapor Aydındır. Lakin o yerdə ki yaşayırdı. Osmanlılar orada var idi. Əlbəttə var idi. Yox idi. Əgər orada bir dənə Osmanlı komandanı varsa, deməli Osmanlı. Yox idi Osmanlılar. Tərk eləmişdilər oranı. Oranı Osmanlılar çəkilmişdilər Misrə. Misrin sərhədlərində dayanmışdılar. Nə üçün? Qan tökdü. Osmanlılar orada əşraf deyilən bir tayfa var, əşraflara. Onlara həvalə eləmişdilər ki, Məkkədə ziyarətə gələnlərə baxın və salam. Hakimiyyət yox idi. Orada necə idi vəziyyət ona görə? Orada qəbilələr var idi. Hərəsinin öz hakimi var idi. Və o qəbilələr də bir-birlərinə döyüşürlər. O haradaydı Osmanlı? Yox idi Osmanlı orada. O qəbilələrdən biri də döyüşməyinin səbəbi də məhz orada çox, yəni mən burada o söhbəti açsam gərək səhərə qədər danışaq. Çünki mənim əlimdə o qədər, yəni bilirsiniz əlinizdə təşkilat-ı mahsusanın istihbarat raportları var. Bilirsiniz əlinizdə çox mən razıyam. Yəni orada ingilislər var idi. Aydındır, əlinizdə Vahabla anlaşmışdı. Aydındır. Əlinizdə bilirsiniz o fətva verdi. Bilirsiniz əlinizdə çox şey ola bilər, amma düzgündür yoxsa yox.
mən dövlətin sənədinə daha çox Bilirsiniz, etibar edirəm. dövlətin, nə bilim, dövlət mən Qurana, bir də Peyğəmbərimizə idi. Ola bilər. Yaxşı, qaydaq onda Bəli. əsas məsələyə. Bəli. Yaxşı, siz bu gün Azərbaycanda hiss edirsinizmi ki, Lakin sözünüzü kəsirəm. Əgər Əbdülvahhab hakimə qarşı olsaydı, biz onu da qəbul etməzdik. Qəbul edirik. Niyə? Çünki onun bilirsiniz, hakimə qarşı çıxanda kitablarında da bilinməlidir. Onun kitablarında yoxdur, əksinə o fikirlərin əleyhinədir və o türk sultanlardan yazanda onları hakim kimi qəbul edirdi. Bəli. İslam siyasidir. Bilirsiniz, İslam Yaxud da siyasəti çıxarsaq İslamdan geriyə nə qalar? Yaxud İslamı çıxarsaq siyasətdən geriyə nə qalar? Müsəlman ölkəsində İslamla siyasət necə formalaşdırılmalıdır və necədir? Çünki nümunə gətirək, cənub qonşumuzun dini və siyasi öndəri deyir ki, Ruhullah Xomeyni, İslam ya siyasətdir, ya da heç bir şey. Mən demirəm bu etalondur. Amma mən deyirəm ki, bunu biz Yaxın Orta Şərqdə də gördük, İslami politikaları, bu gün də görürük. Bir dönəmlər Orta Asiya, Azərbaycanda da gördük. Yaxşı ki, bu gün bu məsələlər biraz aralanıb, amma gördüyümüz odur ki, Azərbaycanda da bu gün təzyiqlər İslami nöqteyi nəzərdən siyasət aləti olan təzyiqlər yenə İslami cəbhədən gəlir. Fərqi yoxdur Şiə yaxud Əhl-i-Sünnə. Ona görə sual verdim bu mövzuda. İstəyirəm biraz aydınlaşdıraq. İslam nə qədər siyasidir, nə qədər deyil? bilirsiniz, bu biraz mürəkkəb məsələdir. Mən sadəcə sizə qısa cavab verəcəm də. Bəli, İslamın siyasəti var. İslam siyasəti var. Lakin indi təbii ki, biz onları görmürük. İslam siyasətin. Yoxdur. Hal-hazırda. Çünki deyək ki, yoxdur, o da düzgün deyil. İslam özü siyasətdir. İslam özü də siyasətdir. İndi siyasi sözün mənasına varsaq, lüğəti və islahi mənada, bəli. Lakin bu cür siyasətlər ki, bu proseslər ki gedir, İslam o şeylərdən uzaqdır. Qarışmamalıdır. Bu siyasət fərdə aiddir, bu dövlətə aiddir. Bəli, İslam dövləti olub. Amma indi yoxdur. Tarixdə. Yoxdur İslam dövləti. Var, müsəlman ölkələri var. İndi bəzi ölkələr də iddia edir ki, İslam dövlətidir. Lakin deyim ki, ümumi bir saat İslam dövləti var. Yoxdur elə bir İslam dövləti. Var, ola bilər, bəzi yerlərdə ola bilsin. Ola bilsin. İslam dövləti olmadığı üçün İslami bir siyasətə də ehtiyac yoxdur. Və Yox. İslamdan istifadə edib siyasi manipulyasiya ümumiyyətlə. Bilirsiniz, onsuz da İslamda o İslamçılar ki var, İslamçılar, belə deyək. İxvan-ı Müslüman. Onlar, məsələn, o siyasət ki yürüdürlər, o heç İslami də deyil axı. Qarşısız İxvançılara. Qarşıyıq əlbəttə. Yəni, o İslami siyasət də deyil axı. Amma maraqlı fikirdir. Yəni, dünyada bir çox müsəlmanlar onları dəstəkləyirlər. Bəli. Bu xavariclərin gizli formalarıdır. Yəni, ixvanlıq, bilirsiniz, xavariclər mən necə qeyd etdim, onlar hamısı, burada hər mövzu geniş mövzulardır. Aydın. Yəni, ona görə də mən sizə bugün daha çox bir faktoloji sual verirəm. Yəni, bir dənə də onu qeyd edeyim ki, xavariclər neçə növdür? Var, oturaq xavariclər var, ən növlərindən məsələn. Ən təhlükəlilər onlardır. Pasiv. Pasiv, onlar təhlükəlidir. Pasiv terrorçu dediyimiz. Bəli. Yaxşı, Azərbaycanda var onlar. Var, əlbəttə. Və mübarizə aparırsınız. Bilirsiniz, mübarizə aparırıq. Məsələn, fikir mübarizəsi aparırsınız. Onlar sizi sevmirlər. Yox, bilirəm, aydındır. Yəni, mən istəmirəm də hamı məni sevsin. O mənə maraqlı deyil. Amma Lakin, yəni mən sizə deyim də, yəni biz artıq neçə ildir də biz bu ibadətdəyik, əlhamdülillah, dəvətdəyik birbaşa. Terror da görmüşük onlar tərəfindən neçə dəfə. Elə ona gələcəkdim ki, lakin bilirsiniz necədir? hədəliyirlər sizi şey. Olur. Lakin mən bilirəm ki, təhlükə hər an var. Kimsə mənə bunu tapşırmayıb, onlarla mübarizə aparır. Mənə dinim tapşırıb. Quran, bir də Peyğəmbərimiz. Mən məsciddə olmamışdan qabaq da onlarla mübarizə aparırdım. Lakin nəyi, onu demək istəyirdim ki, yəni onlarla mübarizə təbii ki, əsas ən birinci fikir mübarizəsidir. Əlbəttə. O saat mübarizə bir dənə biz tərəfdən gedir. Bəli. Bunu etiraf eləmək lazımdır. Yəni, düzdür, onlar tutulur, 15 il yatır türmədə, zindanda. Lakin sual verilir, düzəlir. Yox, düzəlmir.
fikir bir Fikir dəfə düzəl- beynə girib. Hə, düzəlmir. Çünki nümunə deyim bir dənə çox Hə. istəyirəm. Bağdadi də yatmışdı türmədə. Yox, Zəvahiri də yatmışdı bilirsiniz, türmədə. o adamları Türmə onları islah Yox, eləmir. Mən sizinlə bilirsiniz, yenə geniş mövzudur. Mən onları müzakirə elə, onların üstə dayanmaq istəmirəm. Nə üçün? Ola bilsin onlar hansısa dövlətə qulluq olunmuş, hazırlanmış adamlar idi. O heç. Onlarla götürməyək biz. Bu hələdir. Yəni ola bilməz ki, adam tək gəlsin, yıxsın ətrafına və iki ölkənin böyük bir ərazilərini götürsün. Aydın. 50 milyard pulu kontrol. Yəni siz mən onlardan danışmaq, onların üzərində qurmaq istəmirəm söhbəti. Mən də istəyirəm. Sadəcə nümunə yaxşı idi ki, onlar islah olunmur. Hə. Yəni Amma islah neynəmək olar bilirsiniz, islah oluna bilər. İslah oluna bilər fikirlə. Fikirlə. Lakin müəyyən addımlar atılmalıdır. Nə idi? Müəyyən addımlar birinci evdən. Yenə deyirəm, bu tək adamın işi deyil. Özə bu radikallıq biz indi dini radikallıqdan danışırıq da. Radikallıq hər şeydə ola bilər. Əlbəttə. Hər şeydə ola bilər. Yəni biz radikal türkçü də var. radikallar bəli. Yəni biz deməli dini cəhətdən müzakirə edirik. Bəli, Burada təbii. bir dəfənin işi deyil. Burada Ailə, valideyn, məktəb. burada məscidlərin böyük rolu var. Məscidlərin, xütbə verənlər Narazısınızmı verilən xütbələrdən? narazıyam mən. Bir iki dəfə də bildirmişəm bunu. Çünki yox, indi mən hamısına toxunmaq istəmirəm. Onların içində yaxşı danışanlar da var, mövzuları. Lakin bilirsiniz, imam, məscidin imamı ölkədə vəziyyəti nəzərə almalıdır, dünyada prosesləri və Nəzərə almırlar. və baxmalıdır hansı daha münasib fikirdir. Çünki məscidə gəlirlər, yeganə yerdir ki, insan gəlir 15 dəqiqə, 20 dəqiqə, yarım saat oturur sakit, yalnız sən ona qulaq asmalısan. Danışmaq da olmaz. Bəli. Yeganə məclis məclis dünyada Mən yoxdur. cümə xutbəsində olmuşam. Orada o imamların böyük təsiri ola bilər. Məsələn, insanların fikirlərini düzəltmək üçün dini cəhətdən düzgün İslam təbliğ olunsa, düzgün o şübhələri gətirmək. Şübhələr nədir? Onları düzgün başa salmaq üçün ən gözəl yerlərdən biridir ora. Onlardan istifadə etmək lazımdır. Çünki fakt budur ki, bilirsiniz, onlar tutulurlar, düzəlmirlər. Tam səmərəli istifadə olunmur deyirsiniz. Bəli, Başa yox, düşdüm. tam səmərəli, onu demək Siz istəyirəm dediniz ki, mən xavariclərlə mübarizə aparıram. bəli, indi də Bu sonacaq. mübarizəyə cihad demək olar. Əlbəttə bu cihadın bir növüdür. Bu həm də başlıq, materialın başlığı idi. Yaxşı. Olsun. Sonda sizə bir neçə Bəli. çox kiçik suallar verəcəm və çox kiçik cavablar istəyəcəm. Bəli. Həmas terror təşkilatıdır. Bəli, Hizbullah terror təşkilatıdır. əlbəttə, hamısı birdir onlar. Siz bir söz dediniz. Dediniz Fələstində baş verənlər oradakı müsəlmanların günahıdır. Həqiqətən belə Bəli, düşünürsünüz? əlbəttə. Və ümumiyyətlə nə baş verir. Əhməd Əşara sizdəndir. Yəni O mən bilmirəm, o dövlət Tanıyırsınız? başçısıdır. Yox, tanımıram. Heç İstəmirəm də, maraqlı deyil o adam mənə. Və bəs onun Bəşər Əsədi devirməyi bir müsəlman kimi sizi sevindirdi. Çünki Türkiyədəki mənim dostlarım az qala göyə güllə atırdılar sevincdən, yəni belə. bilirsiniz, o məsələlər qarışmır. Qarışmırsınız. Amma bir məsələ var da. Bir məsələ var, bu ayrıca mövzudur da. Yəni ona qarşı çıxmaq olardı yoxsa yox. Əsədə Biz dedik axı məclisimizin əvvəlində müsəlman hakim olmaz və zalimdir ya istəyir adil olsun olmaz. Bir dənə hakim olar, o da qeyri-müsəlmandırsa. Qeyri-müsəlmana qarşı çıxmaq olar İslamda. Yəni kafir hakimə. Lakin onun şərtləri var. Əsəd o şərtləri ödəmişdi. Yox, Əsəd əslən o Ələvi firqəsi idi. Müsəlmanların çoxsu onları müsəlman görmür. Əsəd Allahçı idi. Onlar müsəlman görmürlər onu. Ona görə ona qarşı bəlkə də şəri cəhətdən çıxmaq olardı. Lakin şərtləri var idi, yox. Şərtlərdən nə idi? Gücün olması, məsləhə, məfsədənin zərər xeyri götürüb qoymaq, alimlər, həmçinin siyasətçilərin deməsi və ən əsaslarından da biri onun yerinə kim olacaq? O adam yox idi. Onun nəticəsinə, biz bir məsələlərə girişmirik, lakin onun nəticəsində nə qədər insanlar öldü. Sonuncu sualım. Yəni dini cəhətdən səhv idi. Səhv idi. Səhv idi. Bəli, nəysə oldu da. Amma Qarabağda cihad siz dəstəkləmisiniz. Qarabağda cihad çünki bilirsiniz, cihadın növləri var. Var müdafiə, var hücum. İndiki müsəlmanlar hücum cihadına hazır deyillər.
ancaq müdafiə cihadından. Yəni olduğu şeyləri heç olmasa qorusunlar. Ona görə ora bizim torpaq idi. Və məscidlərimiz var. Məscidlərimiz var idi, ora əhalisi müsəlman idi. İşğal olunmuşdu ora. Bizim tam dini cəhətdən də, şəri cəhətdən də haqqımız var idi oranı götürmək. Sonuncu sual. Bu da cihadın bir növüdür. Bəli. Çox sağ olun. Sonuncu sualım. Şiələr sizi sevmirlər Azərbaycanda. Mən maraqlı deyil, kim məni sevir ya. Yox, xahiş edirəm. Bəli. Ola bilər, maraqlı deyil. Amma mən bir şey soruşuram. Yəni Şiə məzhəbindən olanlar sizi sevmirlər. Hənəfilər biraz sizdən uzaq qalmağı seçirlər. Onlar da həmçinin. Həmbəlilər demək olar Azərbaycanda yoxdur. Var, bəzi növləri var, çıxıblar təzə. Sələfilərin isə bir qrupu ümumiyyətlə sizə düşməndirlər. Hə. Necə ki siz dediniz ki, mən onlarla fikrən cihad aparıram, Bilirsiniz? mübarizə aparıram. Onlar sizə nəinki fikrən, əvvəlki proseslərdə gördüyümüz kimi sizdən fiziki cihada, yəni sizi qətl eləməyə hazırlar. Bilirsiniz, onlar sələfi deyil. Yəni ola bilməz. Bildikdə onlar xavaricdir. Yox, bilirsiniz, ola bilməz sələfiyə qarşı eləsə özünə düşmənçiliyi öldürmək istəsin. Deməli sələf deyil o. Nədir bəs? Ona nə deyək? Onlar xavaricdir. Vəssalam. Çünki müsəlmanın qanın tökməyi caiz görən, halal görən, o artıq müsəlman xavaricdir, sələfi ola bilməz. Sui-qəsd təhlükəsi var bu gün sizin üçün, sizcə? Bilirsiniz, sui-qəsd həmişə var. Təhlükə. Axırıncı və nə vaxt olub? Mən maraqlı olmayıb ona görə. Məncə 2008-də. 2008-də Məsciddə. yox, bombadan sonra idi axı. Bir dən də oldu sizə qarşı. Yox. Qardaşlarının həmləsi oldu sonra. Ola bilər, amma ən belə yadda qalan oldu. Başqa olub? Bilirsiniz, ola bilər, nəsə qruplar alınmayıb. Mənim xəbərim yoxdur. Təbii ki, cəhddən Hə, danışıram. amma Sizin xəbəriniz yoxdur. mən bilən 3 yadımdadır, 3-ü. Üçü yadınızda. Sadəcə Amma Allah bu sizi geri qaytarmır da. Yox, əlbəttə mən heç nə o hadisələr mənə heç nə dəyişmədi Bəs o fikrimi. sui-qəsddə ölsəydiniz, sizə şəhid statusu vermək olardı? Dini baxımdan. Bəli. Bəli. Dini baxımdan bəli. Çünki şəhid 3 qismdir İslamda. Çünki siz cihadda şəhid olursunuz. Hə, çünki onlarla mübarizə aparmaq, alimlərdən deyənlər var ki, xavariclərlə mübarizə aparmaq cihadın növlərindən biridir. Çox sağ olun. Allah kömək olsun. Ümid edirəm ki, suallarımla sizə yormadım və narahat eləmədim. Yox, əksinə mən istəyərdim bu mövzularda danışaq, çünki maarifçilik mühümdür və izləyicilərə də maraqlıdır. Lakin biz təbii ki, bu söhbətdə səthi bəzi məsələlərə toxunduq. Amma belə təfsilatla maraqlıdır. Yəni cəmaata da maraqlı olardı. Bəli. Çox sağ olun ki, gəldiniz. Sağ olun, dəvətə görə sağ olun.